1187-ci manga bölümündə Elbaf döyüş meydanında Sanji Killingham ilə üz-üzə dayanır. Amma onun zehnində fərqli bir səhnə canlanır. Skipper Gabanın sözləri. Korsanlar kralı Roger'ın sol qolu ona sadə amma ağır bir cümlədir. Əgər Luffy'ni həqiqətən korsanlar kral görmək istəyirsənsə, özün birinci kral olmalısan. Bir saniyəlik cümlə. Amma One Piece fanlarının illərdir gözlədiyi sual bununla açılır. Sanji buna hazırdırmı? 1187-ci manga bölümündə flashback zamanı Scopa Gaban Sanji'də bu gücün olduğunu ama onu oyandırması lazım olduğunu bilir. Gaban ona qürurunu unutmağı və əgər Luffy'ni doğrudan da korsanlar kralı görmək istəyirsə, özünün ilk öncə kral olmasını tövsiyə edir. Və burada maraqlı bir paralellik yaranır. Skipper Gaban, Roger'ın ən yaxın adamlarından biri sol qolu olub. İndi isə Sanji Luffy'nin sol qolu rolunu oynayır. Zoro sağ qol, Sanji isə sol qol. Skipper Gaban keçmişdə Roger'a necə dəstək olubsa, Sanji də indi Luffy'yə eyni formada bu işi yerinə yetirməlidir. Eiichiro da bunu təsadüfən yazmayıb. Bu açıq şəkildə gələcək güc artımına, yəni power up'a işarədir. İndi isə burada mənim öz fərziyyələrimdən danışacağım. Mən əslində düşünürəm ki, Sanji bu gücü Zoro və Luffy'dən daha tez öyrənə bilər. Niyə? Çünki 3 nəfər arasında ən analitik fikrə, zehnə, yəni lore dillə desək, ən ağıllı olan məhz Sanji'dir. Luffy instinktlə hərəkət edir. Zoro isə qılıncla tək başına döyüşməyə daha çox üstünlük verir. Amma Sanji həmişə situasiyanı oxuyur, planlaşdırır və rəqibin zəif nöqtəsini taparaq onu üzərində qalibiyyət əldə etmək istəyir. Aoshoku no Haki sadəcə xam güc deyil. Bu liderlik keyfiyyəti, iradə gücü və öz-özünə inamdır. Sanji'nin bu qədər illər ərzində inkişaf etdirdiyi zehni intizam məhz bu Hakini fəallaşdırmaq üçün ideal zəmindir. Zehni intizamla birlikdə iradə gücü və Luffy'ni korsanlar kralı etmək istəməsi bunun üçün ən ideal səbəblərdən biridir. Üstəlik bunu da unutmayaq ki, Sanji artıq Germa texnologiyası və Raid Suit sayəsində fiziki cəhətdən inanılmaz sürətli güclənir. Əgər buna Aoshoku da əlavə olunsa, o çox qısa müddətdə bu gücə uyğunlaşa bilər. Çünki onun bədəni artıq ekstremal transformasiyalara öyrəşib. Belə bir fikir də deyə bilərik ki, Eiichiro da Sanji üçün power up hələ də verməmişdi. Sanji'yə verilən axırıncı power up Wano ölkəsində Page One'la döyüşdə olmuşdu ki, bu da Sanji Raid Suit'i geyinmiş Page One'la döyüşmüşdü. Ancaq Sanji'yə bu suitin verilməsi Whole Cake arkına birbaşa gedir. Və Whole Cake'dən sonra Sanji heç bir gücləndirmə, heç bir vacib gücləndirmə almadı. Sanji'nin bu gücləndirməsini alması gözlənilən və lazım bir gücləndirmə idi. Sizcə Sanji Elbaf döyüşündə kral hakisini aça biləcək? Məncə açacaq. Yoxsa bu Eiichiro Oda'nın gələcək üçün saxladığı böyük bir an mı olacaq? Fikirlərinizi aşağıda yazın.